Dostlar, Laçın rayonu Sadınlar kəndərəsindən hər kəs salamlarım. Hər vaxtınız xeyir olsun deyirəm. Bugün 8 sentyabr 2025-ci ildir. Mənim bura gəlişim deməli bir hadisəni video almaq idi. Ancaq indi belə gəlib çıxmışıq. Burada Sadınların kəndin kuzey tərəfindən mən Sadınları tam buradan kəndin görmək olur. Ona görə də buradan bir belə maraqlı görüşü var, video çəkirəm. Kəndin özün video almaq istəyirəm. Sadınlar kəndi bizim kənd kimi, mən bizim kənd deyəndə yəni öz doğma kəndimizi, Miri kəndi nəzərdə tuturam. Miri kəndi kimi qədim kənddir. Burada Alban kilsəsi də var, bax bizim kənddə də var. Bu kəndlərin hansı yerində deməli Alban kilsəsi. Buna biz Alban kilsəsi deyəndə yəni Alban məbədi deyirik. Bu keçmiş dövrə aiddir. Bax bu kilsə də burada mövcuddur. Üstəgəl burada qədim yaşayış yerləri, kahalar var. Bax belə hamısı da görükür. Mən lap kəndin yuxarısını da belə göstərəcəm. Biraz da yaxınlaşdırım, tam aydın görürsün. Kəndin hər bir yerində kahalar var. Qədim yaşayış yerləridir. Bu bizim kənddə də var, ancaq bizim kənddəki bu qədər deyil. Bizim kənddə kəndin bir hissəsindədir. Burada ancaq kəndin ayağında, başında hər yerdə bax belə bu cür kaha görüşür, var. Üstəgəl evləri də qədim stildə tikilibdir. Evlər də həmçinin. Ancaq belə kəndin özü çox sərt yerdədir. Maşın gedəsi yolları yoxdur. Çətin bir yerdə tikilibdir indi evlər. Ola bilsin ki bunu hansısa vasitə ilə bu daşları gətirib burada qayaları, evləri inşa ediblər. Onu mən deyə bilmərəm, ancaq çox çətin ilə, əzab-əziyyətlə bu kəndi burada vaxtı ilə ki, burada ata-babamız məskən salıb, yəni yaşayıblar. Erməni vandalları hər bir yerə, bizim Laçının, tək Laçının yox, Laçının, Kəlbəcərin bütün rayonlara qənim olduğu kimi bu kəndidə. Bu kənd biraz da burada Ermənistan tərəfə yaxındır, Xoznavar kəndinə. Yəni bizim öz keçmiş adımızla desək, Xəznavar tərəfə yaxındır, yaxın bir yerdir. Buradan bütün evləri qara telif daşıyıblar. Sonra yandırıblar evləri. Evlərin yandığın mən bu videoları çox çəkirəm. Yəni evlərdən mən görürəm hansı ev yanıb, hansı ev yanmayıb. Burada mən bütün evlərə baxıram, bütün hamısını yandırıblar. Evlər qara olduğu eləyə bildiklərin qara teliflər söküb aparıblar. Hardasa gücləri düşməyəni xaincəsinə yandırıblar ki, kəndi bütün hamısını belə məhv ediblər ki, burada yaşayış sıfıra yensin. Yəni ikinci dəfə bura gəlir, cəmaat qayıdır, yaşamasın. Onların belə xain niyyətləri, xain fikirləri belə hamısında yəni oxumaq olur, yəni görmək olur. Ona görə ki, onlar bu evləri qara telirlər, dağıdıb söküb aparırlar və niyə də yandırırlar. Yandırırlar deməli burada nəsə var. Bunlara hardasa ermənilərin havadarları tapşırıq veriblər yuxarıdan. Ola bilsin ki, mən deyə bilmərəm, bəlkə də Amerikadan, bəlkə də Fransadan hardasa belə tapşırıq alıblar ki, bütün evlər yandırılsın, məhv olunsun, kəndlər, rayonlar, şəhərlər, hər bir yer. Ona görə də onlar bu işə əl atıblar, bizim bax bu yerlərimizi məhv ediblər. Onunla da bizim cəmaatımız burada neçə illər didərgin düşmüşük. Bu evlər də bax bu cür yeyəsiz qalıblar. İndi cəmaatımız şükür Allaha ki, bizim Ali Baş Komandanımızın sayəsində şəhidlərimizin, qazilərimizin canı qanı bahasına, sonra veteranlarımızın qüvvəsinə bax bu yerlərimiz azad oldu. Bir daha gəlib biz bu yerləri ziyarət edirik, yəni belə unutmuruq. Bizim ata-babamızdan bizim qəbirstanlıqlarımız var. Burada abidələrimiz var. Bizim ulu babalarımızın burada qəbri, məzarı var. Onlar burada torpaqda uyusa da ancaq onların ruhu bu yerlərdə dolaşır. Ona görə də bu yerlər unudulmur. Biz gəlib bu yerləri bir daha ziyarət edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, veteranlarımızı qorusun. Allah ordumuzu, Ali Baş Komandanımızı qorusun. Mən Sadınlar kəndindən də bu qədər. İnşallah xəttə qalın, videonun davamı gələcək. Videonu izlədiyiniz üçün hər bir kəsə təşəkkür edirəm. Sağ olun, var olun.